Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarov 2025-ci ilin mart ayının 1-dən 25-nə qədər olan tarixdə Mərdəkanda yerləşən Qaranquş Uroloji Sanatoriyasında olub. Bu müddət ərzində sözügedən səhiyyə ocağında insanlara göstərilən tibbi xidmətin səviyyəsi, tibbi personalın onlara müraciət edən insanlara qayğısı, qarşılıqlı və mehriban ünsiyyət yaratma bacarığı Əbülfət müəllimin nəzərindən yayınmayıb. Bununla yanaşı, həm də sanatoriyanın kollektivi tərəfindən şəhid və qazi ailələrinə göstərilən xüsusi xidmət və qayğı da təşkilat rəhbərinin diqqət mərkəzində olub. Doğrudan da Qaranquş sanatoriyasındakı təmizlik, yeməkxanada hazırlanan qidaların keyfiyyəti, həkimlərin və ümumilikdə tibbi personalın insanlara göstərdiyi xidmət və qayğını görəndə istər-istəməz adam fikirləşir ki, kaş bütün səhiyyə ocaqlarımızda belə ab-hava olaydı. Belə ürək açan mənzərə ilə qarşılaşan Əbülfət müəllim qərara gəlir ki, səhiyyə müəssisəsinin rəhbərliyinə və ümumi kollektivə rəhbərlik etdiyi Mübarizlər Cəmiyyəti adından rəsmi minnətdarlıq bildirsin. 23 aprel 2025-ci il tarixində Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin fəxri diplomları Qaranquş Sanatoriyasının baş həkimi Araz Hacıyevə və onun rəhbərliyi altında sanatoriyada çalışan kollektivin üzvlərinə Əbülfət müəllim tərəfindən təqdim olunur. Eyni zamanda kollektivin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Əbülfət müəllimin qələmindən sızan məqalə, onun eyni zamanda təsisçisi olduğu Türkün fəxri qəzetində dərc olunmuş və bugün həmin qəzet də sanatoriyanın rəhbəri, baş həkimi Araz Hacıyevə təqdim olunmuşdur. Bizim qonağımız bugünlərimizi ziyarətə gəlibdir. Özü bildiyimiz kimi tanıyanlar yəqin tanıyır. Allah dostumuz müalicəsində olubdur. Yəni, müalicə korpusunda yəqin bizlərimiz hamısı tanıyır. Bizlər hansı aylarda qışlarlar? Martın 1-dən 15-nə. Martın 1-dən 15-nə qədər deməli, istirahət edibdir. Bugün gəlib bizi deməli, öz təşəkkürünü bildirməyə, şəxsən Qaranquş Sanatoriyasının bütün əməkdaşlarına bizim bugün bu imkanlarımız çərçivəsində qonaqlarımıza elədiyimiz, göstərdiyimiz bu xidmətin qarşılığında belə hadisələrin şahid olmaq bizə çox qürur vericidir. Mən şəxsən öz adımdan, kollektivim adından qonağımıza təşəkkür edirəm. Allah ona uzun ömrü, can sağlığı versin. Həmişə qapımız açıqdır, həmişə onun yolunu gözləyəcək. Özü deməli, tanınmış jurnalisti, Mübarizlər Cəmiyyətinin könüllü deməli, təsisçisidir və o qəzet YouTube kanalı var. Eyni zamanda Sədat TV'nin şöbə müdürü. Orada çalışır və bizim fəaliyyətimiz olur, işıqlandırır. Kim istəyir Mübarizlər deməli, Cəmiyyəti YouTube kanalının açıb girib baxa bilərlər. Bizim bugünkü deməli, bu təqdimat da həmin kanalda yayınlanacaqdır. Yəni, istəyiklər ki, mən düşünürəm ki, hamıya bu maraqlı olar, girib baxmaq lazımdır, həmin kanalda dəstəkləmək lazımdır, bəyənmək lazımdır. Təşəkkür edirəm sizə, hər şey üçün, əziyyət çəkibsiniz, gəlibsiniz, borcumuzdur. İnşallah biz də çalışarıq ki, bundan sonra da fəaliyyətimizi bir dəstə genişləndirək, yəni planlarımızda yeni korpusun tikilişi var, başqa müalicə korpusunda əlavə xidmətlərin artırması haqqında düşünürük. Yəni, getdikcə mən düşünürəm ki, işimiz, fəaliyyətimiz biraz da genişləyəcək və qonaqlarımızın məmnuniyyətini qazanmaq üçün bizdən nə asılıdsa onu edəcək. Sağ olun, bir daha təşəkkür edirəm. Sağ olun.
Mən də hamı salamlayıram. Bütün bu Qaranquş sanatoriyasının kollektivini. Yəni, başda Araz doktor olmağına, qardaşımız olmağına, Anlar doktordur, hamısı, Mehriban xanım, o xanım, indi çox uzun adları yadımda qalmayıb, yəni, yeməkxanada Aynura xanımdır, yəni, bütün kollektivi mən salamlayıram, hamıza təşəkkürümü bildirirəm. Çox yaxşı, necə deyərlər, mehribancasına, mən elə bilmirəm, elə mən gəlmişdim bura, hər şeyə nəzarət edirdim, yəni, nəzarət o mənada yox, yəni, hər bir xırda şeyə diqqət yetirdirdim. Bu mətbuat işçisinin vəzifəsi sənəti budur ki, sonra gedib nəyisə yazsın, nəsə işıqlandırsın. Yəni, hamıza minnətdaram. Hamıza minnətdaram, çox razıyam. Bundan da sonra həmişə sizin reklamınız gedəcək. İnşallah qəzetimdə də, bu yaxında jurnalım da çıxacaq, Səda TV-də, Mübarizlər Cəmiyyətinin kanalında da. Yəni, mən 3-4 yerdə çalışıram. Yaşım çox olsa da, yəni fəaliyyətimdən qalmıram. Ancaq dövlətimə, vətənimə xidmət edirəm. Yenə başda Araz doktor olmaqla hamıza minnətdaram. Yüksək səviyyədə. Ona görə mənim o qəzetdə də 7-ci səhifədə məqaləm edib bu sanatoriya haqqında. Orada qeyd eləmişəm. İndi o tanıdığım kimsə mənə müalicə edib, hamısının adını orada qeyd eləmişəm. Və Qaranquş sanatoriyasının mənim təsis etdiyim, yəni Mübarizlər Cəmiyyəti adından bir neçə fəxri diplom hələlik yazdım, gətirdim. İnşallah gələn görüşlərimizdə əlavə o doktorlara da, o mesestralara da, yəni o fəxri diplomlardan təqdim edəcəm inşallah. Hələlik indi vaxt azdır, özüm biraz azdır, ona görə az da olsa, kimlərisə yaddan çıxartmışlarsa, yəni üzürlü hesab ediyorum. Mən bu diplomu şəxsən təqdim edirəm. Sonra mən istərdim buradan bu diplomu siz özünüz təqdim edirsiniz, yəni sizin kollektivdir. Bu bizim mətbəx işçiləri. Bəli, mətbəx işçilərimə indi mətbəx təqdim ediyorum. Mən şəxsən mətbəx işçiləri hamısına təşəkkür edirəm. Çox sağ olun. Çox razıyam, həmişə necə deyərlər, yeməkləri dadlı, ondan qab-qaşaq təmiz, çox gözəl, çox yaxşı. Təşəkkür edirəm. Bu diplomu da mən gəlməkdən maraqlandım. Qonağımızın şəxsən öz təşəbbüsündən Mehriban xanıma təqdim olunur. Buyurun Mehriban xanım. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Minnətdarım. Sağ olun. İnşallah gələn görüşümüzdə hamımızın adını qeyd eləmişəm. Sadəcə biraz, necə deyirlər, səhhətimdə problem var idi, vaxt məhdudur. İnşallah gələn nömrəmdə, gələn vaxt çoxlarınızı həmin diplomdan tərtib edəcək inşallah. Sağ olun, minnətdaram hər birinizə. Mən 15 gün sizlə burada keçdim, çox yaxşı, necə deyilir, çox hamımızdan razıyam. Məsələn, yeməkxana işçilərindən, şəxsən xanımlar doktor mənim həkimim oldu. Sonra xanımın adı yadımdan çıxdı. Esmira xanım, sonra İradə xanım. Şəxsən sizə minnətdaram. Bir nəfəri görmürəm burada, deyəsən, Səidə xanım deyəsən. Fizioterapiyada. Yəni, hamıza minnətdaram, hamımızdan razıyam. İnşallah yolum yenə düşəcək. Hamıza təşəkkür edirəm. Mən başqa nə deyə bilərəm? Həmişə belə olur, həmişə olur, belə saxlayın.
hamısı, mən çox maraqlandım burada, çox istirahət edənlərdən elə hamı razılıq elədi. Çox sağ olun. Siz də sağ olun. Çox sağ olun. Siz də sağ olun. Sağ olun, arkadaşlar. Mən də öz adımdan, kollektiv adımdan sizə təşəkkür edirəm. Sağ olun. Allah sizə uzun ömrünüzdən sağlık versin. Həmişə belə aktiv olasınız, enerjili olasınız. Çox sağ olun. Bizim əməyinizə verdiyiniz dəyərə görə sizdən təşəkkür edirəm. Borcumuzdur. Borcumuzdur. Yəni, iş adamısınız, vaxtınızı almayın. Hamıza minnətdarım. Sağ olun. Çox sağ olun. İnşallah Allah ömür verər, görüşərik. Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.